Bugün Azərbaycan Dövlət İnformasiya Agentliyində Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən Azərbaycanlılar Ziyəddin və Hüseyin Səfərov qardaşlarının meyidlərinin ekspertiziyasının nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiziya və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov bildirib ki, dünən meyidlər axşam 10-11 radələrində bizim şöbəyə qəbul edilib. Meyidlərin müayinəsi gecə yarısı başa çatıb. Biz ekspertiziya zamanı Səfərov Hüseyin Mehdioğlunun bədənində xarici və daxili travmalar aşkarladıq. Sümüklərin yerdəyişmiş sınığı var. Döş qəfəsi deformasiyaya uğrayıb. Göz ətrafı nahiyədə gicgahdan başlayan böyük hematoma, üst və alt dodağın selikli qişasında qançırlar, alnın sağ və sol qaşüstü nahiyələrində sıyrıqlar, döş qəfəsinin arxa səthinin sağ kürək nahiyəsində yuxarı ətrafda qançırlar, xayalıqda qançır, aşağı ətrafda budda qançır və sıyrıqlar aşkarlanıb. O qeyd edib ki, bir dəfə müayinə edilmiş meyidin ikinci dəfə təkrar ekspertiziyası çətin olur. İkinci qardaşın rəyində isə ürək tutmadan kəskin ürək çatışmamazlığından öldüyü qeyd edilib. Fəranzə Piriyeva, Rəsul İsayev, Səs TV xəbər.